Resmen necə araxdı bu araq? Çox gözəl araqdır, çox dəqiqdir, bütün texnologiyalar üzərində qurulmuşdur. Əslində araq o nəyinlə keyfiyyətlidir? Araqda həmişə sivuş yağlardır. İnsanı zəhərləyən həmin o sivuş yağlardır. Gününüz aydın olsun millət. Demək Rəşid müəllim araq reklam eləyir və girmişəm rəylərə baxıram, görürəm ki, Rəşid müəllimin ünvanına negativlər yazılır. Bu da bizim professorumuz, bu da bizim alimimiz, nə? Bəli, Rəşid müəllimin el oğlusu kimi, Gədəbəyli kimi demirəm, mən də bəyənmədim. Yəni bir professor bunu eləməyini bəyənmədim. Ancaq sizə bir şey deyim, o rəy yazanlaradır sözüm. O bildiyiniz o brend markalar, içkilər, energetiklər, hətta sigaretlər belə həkim nəzarəti altından keçir və satışa buraxılır. Bugünkü gün o zavod fabriklərdə hansısa bir professor, akademik, alim və yaxud da kimsə onu araşdırır, sonra satışa buraxılır ki, bunun tərkibində, məsəl üçün o içkinin tərkibində etil spirti ola bilər, hansı ki, insan təhlükəsinə gətirib çıxarda bilər, sağlamlığa həddən artıq ziyan olmağı, təbii ki, içki özü sağlamlığa ziyandır, haramdır, olmaz heç kimə də bu gənclərə də məsləhət görmürəm. Qaldı keçir o biri məsələyə. Yəni Rəşid müəllimi bugün qınayırsınız ki, professordur, nə bilim ona yaraşdırmadım. Bəs kimə yaraşdırırsınız? Bəs nəyə yaraşdırırsınız? Mən indi sual verim, siz də mənim suallarıma cavab verin. Rəşid müəllim bugün 5 manat pula görə, indi 5 manat deyirəm də söz gəlişi, pula görə, artıq əlavə qazanca görə, professor, alim adam gedib arağı reklam eləyirsə, məlum məsələdir ki, bu ehtiyac uzundan eləyir. Siz niyə bir dəfə gedib qınamadınız ki? Siz niyə demədiniz o professoru məcbur eləyən şəxslərə ayıb olsun? Onun maaşını yetərincə verməyən, hansı ki o dərs deyir universitetlərə, həmin universitetlərə ayıb olsun və haram olsun. Həmin klinikalara, hansı ki Rəşid müəllim orada işləyir, onun yüksək qanorar vermir, yüksək maaş vermir deyə o Rəşid müəllim ona məcbur olur. Bax, həmin o klinikalara ayıb olsun və haram olsun. Yəni bunları niyə bir dəfə demirsiniz? Əgər belə vətənpərvərsinizsə, bir professorun bu hərəkətinə dözə bilmirsinizsə, tənqid edirsinizsə, niyə gedib o xalq artistlərinə bir dəfə demirsiniz ki, ay xalq artisti, siz millətin niyə əxlaqını pozursunuz geyiminizlə, hərəkətinizlə? Niyə medianıza demirsiniz ki, çıxıb orada efirlərdə ağzınıza gələnləri danışırsınız, zay-zay insanları efirə çıxardıb pozursunuz? Bu bizim vətənimizə, ölkəmizə, dövlətimizə zidd olan hərəkətdir. Niyə bunu çıxıb demirsiniz? Gücünüz ağsaqqal 80 yaşında Rəşid müəllimə çatır sizin. Ayıb olsun. Gedin biraz axtarın, araşdırın, gör ölkəmizdə milləti pozan nə qədər səbəbkar insanlar var. Gedin onlarla maraqlanın. Həkimdir, yaxşı həkim sahəsində. Niyə bir dəfə çıxıb demədiniz ki, həkim sağ ayaq amputasiya olması, kəsiləsi ayaq qalıb, sol ayağı kəsən professor, cərrahı niyə bir tənqid eləmədiniz? Niyə təhqir eləmədiniz? Niyə çıxıb ginekoloqları, hansı ki həkim adı daşıyır, hansı ki o biz həkim adı yüksək bir kateqoriyadır, həkim kateqoriyası. Niyə demirsiniz, ay ginekoloqlar, əxlaqımız itib, abrımız itib, sizin əlinizdən, sosial şəbəkələrə sizin əlinizdən girə bilmirik, başlayırsınız gündə, əlacınız bir dənə o qalıb ki, əməlli başlı çəkib ortalığa qoyasınız, o qadın, üzr istəyirəm, qadın bədənini. Yəni bunları niyə dilə almırsınız? Düşmürsünüz professorun Rəşid müəllimi. Rəşid müəllim nə oldu? Müharibədən tutmuş ta bu günə qədər insanların, xalqımızın, dövlətimizin qarşısına qaldı. Onda Rəşid müəllim yaxşı oldu, indi pis oldu. Yəni bir araşdırın, görün ki, Rəşid müəllim niyə, nə səbəbdən bunu eləyib, nə məcbur eləyib bunu eləməyə? Yəni bunu düşüb Rəşid müəllimi təhqir eləməyə onu mənim rəhmətli nənəm də bacarardı. Yəni bu belə şeyləri biraz yığışdırın, bir araşdırın, bir yaxşı bir şeyləri araşdırın. Marketlərdə üzr istəyirəm, dönə-dönə hamıdan, bütün qadınlardan. Marketlərdə o necə demir, deyə də bilmirəm, qoruyucular satırlar. Cəmaatın gözün qabağında. Vitrinə qoyur qoruyucunu, gəlir hansısa bir axmaq gəlir onu yeyib içir, vəziyyət zor, gəlir oradan deyir ki, o qoruyucudan ver. O qoruyucudan ver. Böyründə də kiminsə anası, bacısı alış-veriş üçün kassada durur. O ana bacının psixoloji beynini pozur, tərbiyəsini pozur, o qoruyucunu vitrindən istəməyi. Yəni belə şeylərdən danışın. Düşmüsünüz Rəşid müəllim belə elədi, Rəşid müəllim elə elədi. Ayıbdır valla. Rəşid müəllimi buradan salamlayıram. Allah ona yetərincə imkan yetirsin ki, bu yəni belə bir şeyləri reklam edib sizi kimilərin dilinə söz olmasın. Allah xalqımızı qorusun, Allah yaxşılarımızı qorusun. Gedin biraz da yaxşı belə məntiqi bir şeyləri tənqid edin. Əgər bacarırsınızsa, bacarmırsınızsa bu dilinizə
Bir də o çürümüş barmaqlarınıza yiyəli eləyin, gizli şeylər yazmayın rəylərdə. Allah xalqımızı, dövlətimizi qorusun.